Sabahı belə, yəni belə mənzərədə oyanmaq nə də gözəl imiş. Qaldığımız hostel buraydı. Bu tərəfində isə gecə barların olduğu məkanda. Və səhər uyandığım mənzərəyə bir baxar mısınız? Çox qəşəng. Oy. Şöyle mafalar. Burada tuktuklar var. Tuktuklara biniyorsun. Mahnını da koyursan böyle çıkır. Eğlene gelirsen yani. Geldik. Bura. Ahu! Giden burada şeklimi çekti. Bildiğin heykel adam. Daha üstte yazı yazılar. Geçende yazı. Bura gece akşam şeylerin olduğu mekan. I'll say you will. Belə bir yerə gəldik. Bildiyimə görə bura yaşıllıqlarla dolu olan yermiş. Şuna bax. Ağaçlara bax ya. Hayır yani. Sevgiye bax. Yaşıllıq. Lüks daha istəyənlər üçün belə yerlər var. Valla mən bu yerləri daha çox bəyənirəm. Şimdi daha kənd həyatı. Biz gruplara ayrıldıq. 2 grup dənizə getdi. Mən və xala gəzməyə daha çox üstünlük verdik. Çünki gələndən elə dəniz, yəni haçana qədər. Biz dənizə Bakıda da gedə bilərik. Yəni həm də girdik də yəni. Adalarda girdik, Pomni girdim. Mən doydum da yəni dənizə. Amma mən çox gəzmək istəyirəm. Phuket bizim 3 günümüz qalıb. 3 gündən sonra artıq Bakıya dönürük. Dönənə qədər də bari bu yanları gəzək. Burada belə bir yerdə. Bundan o tərəfə bizim həm otel qalır. O tərəf həm otel qalır, həm də ki mağazinlər var idi. İndi mən istəyirəm bu əsas yerləri gəzmək. Vay, tam dəlixana. Belə şeylər, motosikletləri kiralamaq olur. Günə 300 baxdı. Yəni əgər çox uzaq yerləri gəzmək istəyən adam varsa, yəni gün ərzində hər yan gəzib istəyən varsa, motosiklet çox sərf edir. Taksilər və marşrutlar deyək belə deyilən, onlar çox bahadır. Yəni marşruta məsafəyə verəcəyim pulu, məsələn bu motosikletə verib bütün yeri gəzə bilərəm. Az kalmış olur.
Demək qızlar, sizə Phuketdə qalacağımız hosteli göstərmək istəyirəm. Nasıl? Manzara nasıl? Tam dənizə. Amma deyək ki, biz otaqda oluruq. Sən onun mənə sual ver. Biz bu otaqda oluruqmu ki, buradan Muranı çəkək? Heç vaxt. Mənzara çox qəşəng. Şuna bax. Buradan səhər düşürsən aşağı, gəlirsən, üzürsən və gedirsən. Nəinki ki, mən dənizə o qədər doymuşam ki, mən bu yay çatım, mən Bakıda dənizə girəm. Sizə günün batışını göstərmək istəyirəm. Nə gözəl mənzaradır. Taylandda hər gün budur və biz bunu sadəcə 10 gün görə bildik. İnsanlar əsas oda heç yana tələsmirlər. Biz Azərbaycanda elə bir harasa qaçırıq, hər şeyi tez eləyirik. Amma burada insanlar elə bir ki, rahatdılar, çox rahatdılar. Niyə belə? Heç yana tələsmirlər. Hər şeyin dadını, hər şeyin ləzzətini çıxardırlar. Şuna bax ya, mənzərəyə bax. Bu mənzərə